أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا إنا نخاف من ربنا يوما عبوسا قمطريرا صدق الله العلي العظيم. Bağışlayan və mehriban Allahın adı ilə xoş gördük dəyərli tamaşaçılarımız Gürcüstanda Ramazan adlı verilişimizin növbəti sayında. Bəli, müqəddəs ayda mənəviyyat dolu günlər yaşayırıq və bu günləri də daha mənalı, daha gözəl yaşamaq üçün hər gün, hər axşam sizlərin görüşünə gəlirik. Bugün yenə proqramımızda çox maraqlı mövzularımız müzakirə olunacaq, həmçinin reportajlarımız olacaq. Bizi sona qədər izləməyi unutmayın. Studiyamızda qonağımızı istəyirəm sizə təqdim edəm. Qonağımız dəyərli ilahiyyatçı, Quran müəllimi Fuad İsayevdir. Xoş gəlibsiniz müəllim. Xoş gördük. Mən də sizi salamlayıram. Uca Allahdan Ramazan ayınızın mübarək olmasını diləyirəm. Həmçinin kollektivinizi salamlayıram. Və xüsusilə qeyd etmək istəyirəm ki, bu formatda olan bir proqramın cəmiyyətdə hansısa bir mənəvi boşluqların doldurulmasını müşahidə edirik və bu yolda və bundan sonraki addımlarınızda sizə və kollektivinizə uğurlar arzu edirəm. Təşəkkür edirik. Çox sağ olun. Bugün müəllim mövzumuz, tamaşaçılarımız da eşitsinlər. Bugünkü mövzumuz verilişin əsas mövzusu Ramazan və zamanın müqəddəsləşməsi məsələsidir ki, yəni hər il belə deyək də 11 ay ötür və Ramazan ayı gəldikdə bu ay müqəddəs, hər bir kəs bunu bu cür qəbul eləyir və ona görə də istədik mövzumuzu biraz fərqli edək. İstəyərdim birinci belə bir sual ünvanlayam. Ramazan ayı digər aylardan əsas olaraq nə ilə fərqlənir və ümumiyyətlə ayı və ya bir zamanı müqəddəsləşdirmək olarmı? Bəli, çox gözəl mövzudur, eyni zamanda da dərin bir mövzudur. Ramazan ayının fərqlərini bir çox aspektlərdən qeyd etmək olar. Ancaq bu günləri biz zamanın istəyirik ki, nə şəkildə müqəddəsləşməsini təhlil edək. Baxın, ilk öncə bunu bilməliyik ki, hər hansısa bir zaman öz-özlüyündə, zati olaraq müqəddəs ola bilməz. Bu nə deməkdir? Yəni, bütün zamanların saatları məsələn eynidir. Bütün zamanların rəngləri eynidir. Gördüyümüz kainatda o struktur
Yəni bütün zamanlarda eyni formatda hərəkət eləyir. Bəs öz-özlüyündə belə deyə bilmərik ki, məsələn, dünən Stuqada 23 saat var idi, bugün Stuqada məsələn 24 saat var. Hər şey eynidir. Ancaq Ramazan ayını fərqləndirən amil bu artıq biraz metafizik səbəblərlə əlaqələndirilir. Metafizik səbəblər, yəni maddi aləm yox, mənəvi aləm. Bilirsiniz, insan iki cənbədən yaranan bir varlıqdır. Onun bir cəhəti fiziki aləmlə əlaqəlidir, yəni maddədir. Digər tərəfi isə ruhi cənbəsidir, ruhi tərəfidir. Metafizik aləm biz onun, yəni mənəvi və ruhi tərəflərini nəzərdə tutub deyirik. Ontologiya elmi var, fəlsəfədə bu ümumiyyətcə varlığın mahiyyətini araşdıran bir elmdir. Bu elmin qənaətinə görə zaman neytraldır. Yəni zamanın neytraldır. Yəni deyə bilmərik ki, zaman ya yaxşıdır, ya pisdir. Bu fəlsəfi izahdır əlbəttə ki. Buna görə də öz-özlüyündə hər hansısa bir müqəddəslik daşımır. Öz-özlüyündə müqəddəs ola bilməz. Amma nə olur, nə baş verir ki, zaman gəlir müqəddəsləşir. Əgər istəsək buna sadə bir misal vura bilərik ki, dinləyicilərimiz də bunu daha yaxşı idrak eləyə bilsinlər və anlamış olsunlar. Düşünün, bu istəkandır. Bu istəkanın içinə biz su da qoya bilərik, zəhər də qoya bilərik. Hansı daha dəyərli olur, biz hansını götürərik? Təbii su olanı. Su olanı. Və sual versək, niyə bunu götürdün, nə deyərik? Deyərik ki, çünki o insanı öldürmür, o daha faydalıdır digərinə nisbətən. Bəs, amma hər ikisi eyni istəkandır. Ramazan ayı eyni o istəkan kimidir. Digər aylara nisbətən. Baxanda bütün ayların 12'si də elə bir 12 dənə qabdılar. Bir konteyner nəzərdə tutaq. Ayın özünü, zaman olaraq. Biz ona görə suyu götürdük ki, o istəkanın içində bir şey var ki, onun dəyərini o su müəyyənləşdirir. Eyni istəkana başqa zəhəri töksək, onu götürmərik. Amma o su var deyə onu götürürük. Bəs dəyərin müəyyənləşməsi, dəyərin mübarəkləşməsi, dəyərin müqəddəsləşməsi burada istəkan yox, onun içində olandır. Nəticə budur ki, Ramazan ayının da müqəddəsləşməsi, Allahın o ayı mübarək deməsi, bunu bir fiziki zaman olaraq 1, 2, 3, ta 9-cu ay gəldi, Ramazan oldu, indi müqəddəs ayın içinə giririk, yəni müqəddəs zaman yaşayırıq biz. Bu tərzdə yanaşmayaq məsələyə. Məsələyə bu tərzdə yanaşaq ki, bu ay gəlib və bu ayın içində bir dəyərli nemət var. İlahi mesaj ötürülüb bu ayda. İlahi mesaj. Çox zamanlarda ön plana bunu çıxardaq. Bəzi vaxtlar Azər müəllim, yəqin ki, siz də müşahidə etmiş olarsınız, ictimai şuurda Ramazan haqqında belə bir təfəkkür formalaşıb. Əgər müşahidə etməyibsinizsə, bundan sonra bir nəzər eləyim, görün ki, bu doğrudan da mən doğru mu fikirləşirəm?
Əgər bir 20 nəfərə, 30 nəfərə əlbəttə müəyyən kütlə istisna olmaq şərti ilə deyirəm bunu. Sual versək ki, biz Ramazan ayı deyəndə nə başa düşürsən? Onun ilk kəlməsi oruçluq deyər. Bəli. Belədir. Oruçluq. Oruçluq ayı deyənlər də var. Oruçluq ayı. Bəli. İndi görürsünüzmü bu məsələ, yəni bu cavab Ramazan ayının həqiqi aspektini nə qədər mahiyyətcə kiçiltmiş olur, daraltmış olur. Bəli, Ramazan ayında oruç tutmalıyıq, bu vacibdir. Amma oruçluq ayı deyil. Amma oruçluq ayı deyil. Elə sanın ki, belə düşünək ki, məsələn, sizi təqdim eləmək istəyirəm. Deyirəm ki, Azər müəllim, aparıcı Azər müəllim. Ön plana əgər sizin aparıcılığınızı çıxartmış olsam, burada sizin haqqınıza girmiş olaram. Siz eyni zamanda da bir rəhbərsiz. Eyni zamanda da məsələn ondan üst təbəqədə vəzifələriniz var. Ancaq desəm ki, həm də aparıcı Azər müəllim, o zaman demək ki, həm də deyirəmsə, demək ki, başqa nələrsə də var. Ramazan ayının tərifi də bu cürədir. Cəmiyyətimizdə bu düşüncənin formalaşması ki, oruçluq ayı kimi təqdim eləmək Ramazan ayının həqiqi hədəfindən bizi yayındırmış olur. Yəni belə başa düşdük ki, zaman müqəddəs deyil, hər hansı bir zaman müqəddəs deyil. Sadəcə olaraq Allahın təyin etdiyi bir rəhmət qapısı mı deyək, nə cür deyək? O zamanın daxilində olan hadisələr o zamanı müqəddəsləşdirir. Bir çərçivə nəzərdə tutaq, o çərçivənin içindəki rəsm o çərçivəyə gözəllik qatır. Ramazan dediyimiz o qab kimi, o bir qabdır, çərçivədir. Ancaq onun içində nədir, o müəyyən edəcək ki, bu nə qədər sənin üçün, mənim üçün dəyərlidir. Diqqət eləyin, Allah Quran-ı Kərimdə oruçluq məsələsinə bir daha qayıdıram. Oruç tutmağı hətta hədəf kimi də göstərmir. Birbaşa hədəf kimi də göstərmir. Niyə biz bir kütlə insanlar fəqət oruçluğa fokuslanırlar bu məsələdə? Oruçluğun arxasından üçün bir mesaj gəlir. Niyə oruç tutun? Ləalləkum təttəqun gəlir sözü. Təqvaya yetişəsiniz bəlkə. Bəlkə təqvalı olasınız deyə. Mən çox üzr istəyirəm və artıq biz əzanın vaxtına doğru yaxınlaşırıq. Mən buradan yenə mövzumuzu davam etdirəcəyik mütləq. Dəyərli tamaşaçılarımız, Allah hər bir kəsin tutduğu orucunu, ibadətini qəbul etsin deyirik və keçid alırıq əzana. Əzandan sonra yenidən verilişimiz öz axarı ilə studiyamızda davam edəcək. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدًا رسول الله أشهد أن محمدًا رسول أشهد أن عليا
أشهد أن عليا ولي الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح حي على خير العمل حي على خير العمل الله أكبر الله أكبر لا إله إلا الله لا إله إلا الله. Bəli, dəyərli tamaşaçılarımız, əzandan sonra yenidən verilişimiz davam edir və çox mühüm mövzuda müzakirəmiz, daha doğrusu söhbətimiz studiyamızda davam etdiririk. Fuad müəllim, o zaman belə başa düşülür ki, müqəddəs Ramazan ayı ifadəsi düzgündürmü, yoxsa düzgün deyilmi? İstəyərdim buna bir izah gətirək. Yəni, insanlar müqəddəs Ramazan ayı gəlir. Bu baxımından nə cür yanaşmalıyıq? Bu məsələnin düzgün olub olmaması bizim onu idrak eləməyimizlə əlaqəlidir. Yəni müqəddəs Ramazan ayı gəlir, ya müqəddəs Ramazan ayının içindəyik deyərkən, əgər o müqəddəsliyin mahiyyətini, həqiqətini başa düşmüşüksə, bəli, doğrudur. Amma dediyim kimi, yəni bir zaman axarıdır. Bu zaman gələcək və biz müqəddəs bir zamanın içində olacağıq. Bizim günahlarımız əfv olunacaq. Allah bizə rəhmət eləyəcək. Amma baxış tərzimiz ayın özünə, zamanın, günlərin özünə yanlış olarsa bu bizə fayda verməz. Gərək baxış tərzimiz düz ola. Düzgün baxış tərzi isə budur ki, gərək bilək ki, zaman o zaman dəyər və qiymət qazanır ki, o zamanın daxilində hansısa önəmli bir hadisələr baş verər. Bu adi bir elementar misalla izah edə bilərik. Bir var adi gün, bir var hər hansı bayram günü. Normalda hər ikisi fiziki olaraq, yəni eyni funksiya daşıyır. Yəni ancaq bayram günlərinin hər hansısa bir bayramla əlaqəsi olduğuna görə onun içində bir fərqli atmosfer var. Və hər il o bayram günü gəldikcə insanlar o atmosferi yaşayırlar. Buna görə də zaman öz-özlüyündə sabitdir, zamanın şuuru yoxdur, zaman hər hansısa bir qərar verə bilmir. Nə yaxşıdır, nə pisdir. Zamanı dəyərli və qiymətli eləyən onun içindəki hadisələrdir. O içindəki hadisələr isə Allah onu Qur'an-ı Kərimdə
bizə izah eləyir və deyir ki, Ramazan ayı hansı aydır? Ramazan ayında nə baş verir? Həmin o ilahi mesaj. Ümumiyyətlə teoloji baxımından necə Ramazanın xüsusi seçilməsi necə izah olunur? Həmin teoloji baxımdan, yəni dini və ilahi baxımdan Ramazan xüsusi olaraq həmin o mənəvi proqramlarla seçilir. Ramazanın içində bir sıra proqramlar var. Məsələn, oruc tutmaq, müxtəlif ibadət formalarını həyata keçirmək, insanların digər aylara nisbətən günahlardan daha çox çəkinməsi, hətta Allahın haram buyurduğu şərabı içənlər belə bəzi vaxtlar Ramazanın ehtiramını saxlayırlar. Ramazan ayında etmirlər. Müxtəlif şənlikləri, toy mərasimlərini qeyd eləmirlər. Əlbəttə, indi toy mərasimi öz-özlüyündə biz hər şey halal çərçivədə olsa bir problem yoxdur. Sadəcə olaraq onlar özləri də bilirlər ki, bu ayda biz gərək toy eləsək, içki verək, spirtli içkidən istifadə olunsun. Ona görə bu məsələdən çəkinirlər. Hətta Ramazanın yəni o qədər təsiri var. Və söhbət oradan düşdü, bir sual verim, çünki maraqlanan tamaşaçılar da var. Bəzi halda deyirlər ki, Ramazan ayında toy etmək də düzgün deyil, şənlənmək olmaz. Ümumiyyətlə bu mövzuda əlbəttə ki, Ramazan ayı bir belə deyək, matəm ayı deyil. Ona görə də siz bayaq qeyd elədiniz, halal nemətlərə diqqət yetirib axşam iftar zamanına salıb etsələr, yəqin ki, bir işğalı yoxdur. Əlbəttə ki, o cürədir. Hər şey halal çərçivədə olarsa, yəni toy etmək İslamın özündə bəyənilən bir şeydir. Öz-özlüyündə bəyəniləndir. Sadəcə olaraq biz o məclisi əgər Allah bəyənən o sinirləri qoruyub o tərzdə həyata keçirəriksə, öz-özlüyündə heç bir problemi yoxdur. Sadəcə olaraq Ramazan ayının daxilində müəyyən şəhadət günlərini riayət eləmək daha məqsədə uyğundur və gərək onları həmən şənlikləri o vaxtlara salmayaq. Bəli, əgər əlavəniz var idisə bu teoloji baxımdan. Əlbəttə ki, onu da deyim ki, ümumiyyətcə mənəvi bir atmosferin yaşanması daha gözəldir. Hətta toy etmiş olsaq belə, o toyun içində gərək bir mənəvi ab-hava hiss olunaq. Yəni başqa məclislərdən fərqlənə bilinsin ki, burada bir Ramazan əhval-ruhiyyəsi var. Əlbəttə, bunu da qeyd etmək yerinə düşərdi. Bəli, hal-hazırda indi biz bir duaya ara verməliyik və əziz tamaşaçılarımız bizim dəyərli alimimiz bir duanı səsləndirəcək. Duadan sonra yenidən studiyamıza geri dönəcəyik. Bismillahirrahmanirrahim. Mübarək və əzəmətli bir ayı yaşayırıq. Bu əzəmətli ay mübarək Ramazan ayıdır. Bu mübarək ayın özündə müxtəlif dualar nəql olunur. Bu dualardan biri Həzrəti İmam Baqir əleyhissalamdan bizə yetişən duadır. O Həzrət bu mübarək ayda belə dua eləyir. Allahümmə hazə şəhru Ramazan əlləzi ənzəltə fihil Qur'an. Ey mənim Allahım, bu ay Ramazan ayıdır. Bu ay o aydır ki, sən bu ayda Qur'anı nazil etmisən. O Qur'an ki, hudən linnas, cəmatın hidayəti üçündür. Və bəyyinatin minəl huda vəl furqan, və cəmata yol göstərmək üçündür. Haqqı batildən ayırmaq üçündür. Ey mənim Allahım, bu ay o aydır ki, hazə şəhrus siyam, bu ay oruc ayıdır və hazə şəhrul qiyam, bu ay qiyam ayıdır, gecə oyaq qalıb ibadət etmə ayıdır. İlahi, bu ay sənə qayıdış ayıdır və hazə şəhrut tövbə, İlahi, bu ay günahlardan tövbə ayıdır və
və hazə şəhrul məğfirə. İlahi, bu ay məğfirət ayıdır, rəhmət ayıdır. İlahi, bu ay cəhənnəm odundan qaçış ayıdır. İlahi, bu ay cənnətin feyzinə yetişmə ayıdır. İlahi, bu ay o aydır ki, sən bu ayda Qədr gecəsini qərar veribsən. O gecə ki, 1000 aydan xeyirlidir. İlahi, Muhammed və Ali Muhammedə bu ayın ehtiramına salam və salavat göndər. İlahi, bu ayda məni sənə ibadət etməkdə tövfik ver, kömək elə. İlahi, bu ayda sənin rəsulundan itaət eləməyi mənə nəsib elə. İlahi, bu ayda sənin övliyalarından itaət etməyi mənə nəsib elə. İlahi, bu ayda mənim ibadətimi, duamı, Qur'an qiraətimi oxumaqda mənə kömək elə. Ya Rəbbim, İlahi, bu ayı mənə bərəkətli ay qərar ver, İlahi. İlahi, bu ayda mənə tövbəni nəsib elə. İlahi, bu ayda mənə afiyəti nəsib elə. İlahi, bu ayda mənim bədənimi sağlam qərar ver, ruzimi geniş elə, İlahi. İlahi, bu ayda mənim dualarımı qəbul olunmuş dualardan qərar ver. İlahi, bu ay Ramazan ayıdır. İlahi, bu ayda məni arzularıma, ümidlərimə yetişdir, İlahi. Allahümmə səlli əla Muhammedin və Ali Muhammed. İlahi, bu ayın ehtiramına mənim ömrümü Muhammed və Ali Muhammed ehtiramına bərəkətli ömürlərdən qərar ver, İlahi. Bəli, duanı dinlədik. Təşəkkür edirik hörmətli alimimizə və edilən duaların da qəbul olunmasını diləyirik və verilişimiz öz axarı ilə davam edir. Müəllim, daha bir sualımız var. Ümumiyyətlə, Ramazanda zamanın müqəddəsləşməsi fiziki yoxsa metafizik nisbətlə baş verir? Buna bir aydınlıq gətirərdik. Bəli. Əvvəlcədən əlbəttə bir qısa bu haqda vurğu eləmişdik. Bəli. Ancaq istəyirəm bunu biraz da mövzuyu açaq. Təbii ki, sualın cavabı odur ki, metafizik hadisələrlə Ramazan ayı müqəddəsləşibdir. Mənəvi aləmə aid olan məsələlərlə əlaqəli olduğuna görə. Qədr gecəsi normalda bir gecədir. Bəli. Yəni saatları digər saatlarla eyni gün, gecənin rəngi eyni, ay eyni rəngdə çıxır və s. Yəni saatı eynidir, kainat eyni kainatdır, zamanın axını yenə onun kimi eyni zaman axınıdır. Amma bunlara rağmen Allah Qur'an-ı Kərimdə buyurur: "Leyletul qadri xayrun min alf şəhr." 1000 aydan daha üstün. Qədr gecəsi 1000 aydan daha üstündür. Burada metafizik zaman anlayışından, yəni, fiziki zaman anlayışının toqquşması əmələ gəlir. Sual çıxır ki, niyə? İndi biz bunu nə cür dərk eləyək? Əgər biz hər mövzuya maddi gözlə baxırıqsa da bunu dərk elə bilmərik. Bəs az öncə qeyd elədiyim insanların oruçluğu, belə Ramazanı oruçluq kimi ön plana çıxartmasının səbəbi də eyni budur ki, ictimai şuur sadəcə olaraq məsələlərə maddi gözlə yanaşırlar. Elə Qədr gecəsinə deyirlər, bu gecə otmaq gecəsidir. Otmaq gecəsidir, bəli. Çox sadə bir dənə misal vurum. Bir otaq, eyni məkan, sadə bir otaq da ola bilər, bir əməliyyat otağı da ola bilər. Əməliyyat otağında cərrahlarımız orada nə edir? İnsanları əməliyyat edirlər və onlara həyat bəxş edirlər. Bu otağın bu funksiyası olduğuna görə o otağın dəyər və qiyməti daha yüksəkdir. Adi otağa nisbətən. Bu maddi aləmdə bir dənə sadəcə misaldır. İndi bunu biz əlaqələndirək, mənəvi aləmdə nə cürədir məsələ?
Orada isə belə olur ki, Ramazan ayı insanların o mənəvi əməliyyat ayıdır. O mənəvi əməliyyat ayı gəldikdə artıq o ayın dəyəri yüksəlir. İndi düşünün, biz düşünürük ki, Ramazan ayı gəlir, biz də onun içinə daxil oluruq. Bir nəfər əməliyyat otağına daxil olub, eləcə otura, amma həkimə desə ki, mənə əməliyyat eləmə, nə də olmaq istəmirəm. Bu insan nə qədər sağala bilər? Mümkündürmü? Yəni əməliyyat olmaq istəmirsən, amma otaqda gəlib oturursan. Demək ki, o otağın, o atmosferin sənin üçün bir təsiri qalmır. Mənası olmur. Öz-özündə düşünmə ki, otağa girdim, Ramazan ayı gəldi və bundan da mən bir fayda götürdüm. Allah Quran-ı Kərimdə buyurur ki, özü də iman əhlinə buyurur bunu. Ey iman gətirənlər. Hələ birincidir, otağa girməyə imanın olsun. Orada necə ki, otaqda cərrah resepti yazır, artıq mənəvi otaqda Allahdır resepti yazan. Bilirsiniz, ayədə, ərəb dilində yazıldı mənası həmin o ayədə gəlibdir, kutibə. Kutibə yəni yazıldı. Oruc vacib oldu, anlayışı yox, ya fərz oldu, yox. Elə o yazıldı kimi işlənir. Kətəbə sözünün kutibə forması, yəni yazıldı sizə oruc. Kutibə aleykumus siyam. Sizə oruc yazıldı. Mən sizin reseptinizi yazdım. Amma sən bu resepti gərək mənim dediyim tərzdə əməl edəsən ki, müəyyən şeylərlə ki, saat deyirəm, baxma, ona gərək baxmayasan, eşitmə, eşitməyəsən, bu şeyi etmə, gərək etməyəsən, filan yerə getmə, getməyəsən. Yəni, xülasə, dilini, qulağını, gözünü, əlini, ayağını Allahın təyin elədiyi o xətlər ki var, onlardan qoruyasan ki, onları aşmayasan. Bu zaman həmin ilahi reseptə əməl eləmiş olur insan. Və nəticə etibarı ilə o orucu tutduqdan sonra gərək müəyyən bir yerə yetişə. Əgər orucu tutduqdan sonra müəyyən bir yerə yetişmədisə, düşünün ki, dərmanı alıbsan, amma içmirsən. O yazılanı gərək alıb içəsən və həkimsə hansı qaydaları tətbiq edibsə, onlara gərək əməl edəsən ki, onunsa faydası ola. Bu zaman fayda verir. Oruc olur vasitə, orucun çatdırdığı ünvan olur hədəf. Həmin hədəf o insanların təqviyə yetişməsidir. Bəli. Əlavəniz varsa, yoxsa sualınıza keçək? Xülasə olaraq bunu demək olar ki, Ramazan ayında həmin o mənəvi hadisələrlə əlaqələndirildiyi üçün müqəddəsləşir və yəni, bu ay zəngin olduğu üçün, bu ayın daxilində belə bir hadisələrin baş verdiyi üçün, xüsusən Quran-ı Kərimin nazil olduğu üçün bu ayın xüsusi dəyəri var. İnsanlar da o hadisələrə fokuslanmalıdır. Ələxüsusda xüsusi hadisəyə ki, o Quranın nazil olumudur. Şəhru Ramazan əlləzi unzilə fihil Quran. Özü Allahın bu cür istəyir deyilə. Ramazan ayı o aydır ki, onda Quran nazil olub. Allah bu təbirlə deyirsə, biz buna orucluq deyib biraz da dəyərini aşağı salmayaq. Elə Quranın nazil olduğu deyə hər şey onun içində var. Aydındır. Bəs ümumiyyətlə elə Qurandan söz saldınız. Quran keçmişdə nazil olub. Bəli. Yəni bəşəriyyətə, insanlara keçmişdə gəlib. Bəs bugünkü Ramazan niyə yenə müqəddəsdir? Yəni keçmişdəki insanlardan sonra bir böyük bir zaman keçdi, vaxt keçdi. Amma yenə də hər şey qaldığı kimi qalır. Bəli. Bu da çox maraqlı sualdır və ola bilsin cavabını tapmayan insan üçün fikir də qarışdıra bilən bir sualdır. Quran-ı Kərim düzdür, keçmişdə nazil olub. Bir tarixi bir nöqtəsi var. Dini baxımdan zaman anlayışı dediyimiz zaman dövri adlanır. Yəni dövridir. Yəni bu Ramazan ki, hansı fürsətlər yaranıbsa,
növbəti Ramazana yetişsə, yenə həmin Ramazanda həmin fürsətlər yenə yaranmış olur. Bunu daha açıq, aydın biz izah eləmək üçün biraz məntiqi gərək izah verək məsələyə. Baxın, hadisələr, məntiqi izahda belə deyə bilərəm. Hadisələr tarixidir, amma onların mənası dəyişmir. Bu necə baş verir? Ölkəmizin müstəqillik günü ha vaxtdır məsələn. Mayın 26-sında. Və ilk müstəqillik günündən bəri bizim xalqımız, Gürcüstan vətəndaşları bu günü qeyd edirlər. Özü də hansı şəkildə qeyd edirlər? Yüksək əhval-ruhiyyə ilə. Həmin gün bütün dövlət müəssisələri tətil olar, məktəblər işləməz, xüsusi proqramlar tökülər və həyata keçirilər. Ölkə bayraqları asılar, parad keçirilir, silah-sursat, müasir texnologiya məsələn nümayiş etdirilir və s. və ilaxır. Bunların hamısı ictimaiyyətdə və toplumda bir dənə ruh yüksəkliyi yaradır. Amma müstəqilliyi Gürcüstan haçan əldə eləyib, məsələn, ən sonuncu müstəqilliyi sayca 35 il bundan əvvəl. 35 il və yaxud 1918-ci ili hesablasaq, ilk müstəqilliyə çatma gününü, hətta o tarixlə mayın 26-sını qeyd edirik. Bəs deməli, zaman nə qədər çoxalsın, həmin anın mənası dəyişmir. O dövrü görməyən insanlar da ola bilər, ancaq o məna dəyişmir. İkinci misalı deyə bilərəm ki, fəlsəfi bir misal vuraq buna bir dənə də. Düşünün ki, bir ağacın toxumu bir gün əkilir. Bir günün içində haçansa bir ağacı əkmişik. Ancaq onun meyvəsi, onun faydası hər mövsüm davam eləyir. Bunu şahid olur. Və əkəndən də bir neçə il sonra başlayır meyvə verməyə. Bəli. Bəs biz o zaman deyə bilmərik ki, o ağacın bizə faydası yoxdur, bu tarixdə haçansa əkilibdir. Onun demək ki, hər mövsüm bizə faydası var. Ramazan ayı elə həmin o mövsümdür. O mövsümdür ki, o nüzulun, yəni Quranın nazil olmasının faydalarını, mənəvi atmosferini hər il bizim üçün təkrarlayır. Və hər il insanlar ondan istifadə edir. Və məsələn, belə bir atmosfer sizin proqramınızda keçən il yox idi, mən bildiyimə görə. Amma bugün daha fərqli bir format var. Bugün daha fərqli bir cəmiyyətdə ab-hava yaşanır. Və bu ilbə-il, hər təzə ildə yeni mənəvi atmosferləri biz praktiki şəkildə müşahidə edirik. Aydındır müəllim, çox sağ olun. Bu arada bizim hal-hazırda bir reportajımız var. Gəlin onu izləyək. Daha sonra yenidən studiyamıza dönərik. Əziz tamaşaçılarımız, əməkdaşlarımızın hazırladığı reportajı sizə təqdim edirik. Yenidən reportajdan sonra studiyada davam etdirəcəyik. Qədim Borçalıda bir sıra tarixi və mədəni abidələr mövcuddur. Onlardan biri də Qızılhaclı kəndində yerləşən qədim tarixə malik İmam Həsən əleyhissalam məscididir. Məscid binası geniş bir həyətin içində yerləşir və qara daşdan inşa olunub. Məscidin təqribən 8 metrlik minarəsi də mövcuddur. Məlumatlara görə məscidin tikilmə tarixi barədə rəsmi və dəqiq arxiv məlumatları geniş yayılmayıb. Ehtimal olunur ki, məscid binası 2 əsrdən artıq müddət əvvəl yerli sakinlərin təşəbbüsü ilə tikilib. Daha sonra isə yenidən kənd əhalisinin təşəbbüsü ilə məscid binası genişləndirilib. Qızılhaclı eli Borçalıda sayılır seçilən ellərdəndir. Bəlkə də ən böyük kəndlərdən biri olan Qızılhaclı kəndidir. Borçalının əksər kəndlərində məscid olmayan vaxtı Qızılhaclıda məscid var idi. Bu məscidin tarixi çox uzundur. Bu məscidin tarixi
bəlkə də 300 il bundan əvvəl olan bir məsciddir. Bu məscid əvvəllər əlbəttə ki, bu gördüyümüz şəkildə belə deyildi. Bu məscid əvvəllər kəndi sahəsi də, xalqı da bu belə bir böyük sahə deyildi. Ona görə də məscid əvvəllər nisbətən balaca bir şəkildə tikilmişdir. Ancaq müasir vaxtda kənd böyüdüyü üçün, xalqımız artığı üçün, cavanlarımız artdığı üçün daha məscid də böyüməyə başladı. Bu minvarla məscidi ikinci dəfə təmirə başladılar. Təmirə başlayanda sağ olsun kəndi cəmaatı, ağsaqqalları, cavanları bu işdə çox böyük məsuliyyət hiss edib məscidin tikilməyinə, məscidin yaranmağına, təzədən tikilməyinə kömək edirlər. Ancaq məscidin tarixinə bir daha deyirəm ki, gələndə bunun tarixi çox böyükdür. Şəxsən mən deyərdim ki, mənim babamın babası da bu məsciddə ibadət ediblər. Mənim babam 1860-cı ildə arada olub. Babamın babası isə 1700-cü təxmini bu məscidin tarixi yenə təşkil edir. 300 ildən artıq bunun tarixi var. Hazırda məsciddə dini mərasimlər, icma tədbirləri, cəmaat namazları, Ramazan və Qurban bayramları, Məhərrəm məclisləri kimi xüsusi mərasimlər geniş şəkildə qeyd olunur. Məsciddə axşam namazları cəmaatla bərpa olunur. Hər gün məscidin əzan səsi ucalır və bununla yanaşı dini tədbirlərin qeyd olunduğu bir məkandır. Xüsusilə böyük bayramların, əlamətdar günlərin qeyd olunması yüksək coşquyla və insanların böyük marağı ilə, həmçinin möminlərin fərqli sahələrdə dəstəyi ilə neçə illərdir bu məsciddə davam edir bu tədbirlərin keçirilməsi. Xüsusilə vurğulamaq istəyirəm ki, Məhərrəm aylarında daha geniş və ətraflı şəkildə bu tədbirlər həyata keçirilir. Eyni zamanda zaman-zaman məscidin daxilində insanları, gəncləri maarifləndirmək üçün dini proqramlar təşkil olunub və olunur. Bəzi vaxtlar onlayn şəklində, bəzi vaxtlar huzuri şəkildə bu proqramlar davam etməkdədir. Qızıl Hacılı İmam Həsən Əleyhissalam məscidində həmçinin sosial ehtiyacı olan insanlara hər ay yardım göstərən xeyriyyə fondu da fəaliyyət göstərir. Məscidin tədris, məarif və daxili proqramlarından əlavə bununla yanaşı məscidin bir də xarici proqramları var ki, sosial cəhətdən az təminatlı ailələrin müraciət yeri olur bəzi vaxtlar məscidlər. Bəzən görürsən ki, elə insanlar olur ki, hər yerdən əli üzüləndə Allah evinə müraciət edir, həyata keçiririk. Hər ay məscidin sosial yardım proqramları olur. İmam Həsən Əleyhissalam adına fondun dəstəyi ilə və cəmaatın iyanələri və sədəqələri ilə 30, 35, 40, bəzi əlamətdar günlərdə, bayramlarda 50, 60 ailəyə qədər məscid əl uzadır bu ailələrə. Xüsusilə Fitr bayramında, Qurban bayramında, Novruz bayramı və yeni il proqramlarında daha xüsusi paketlər və xüsusi yardımlarla həmin ailələri ziyarət edir. Qızıl Hacılı İmam Həsən Əleyhissalam məscidi kəndin tarixi kimliyinin simvollarından biridir. Məscid binası sadəliyi və qədimliyi ilə həm yerli sakinlər, həm də gələcək nəsillər üçün vətən sevgisi və dini bağlılıq mərkəzi kimi hesab olunur. Bəli, əziz tamaşaçılarımız, əməkdaşlarımızın hazırladığı reportajı izlədik və yenidən studiyamızda verilişimiz davam edir. Fatih müəllim, ümumiyyətlə bir cümlə ilə desək, biz bayaqdan Ramazan ayının həm fəlsəfi baxımından və digər bir sıra belə deyək, tərəflərindən baxış etdik.
müxtəlif mövzularda səsləndirdiniz. Ümumiyyətlə bir cümlə ilə desək, Ramazan ayı nədir və Ramazan ayını necə izah etmək olar? Bəli. Bir cümlədə bunu yerləşdirmək sualına belə cavab vermək olar ki, Ramazan ayı insanın Allahla münasibətlərinin yenilənmə, güncəllənmə ayıdır. Necə ki, hansısa bir cihazın proqramı güncəllənir, bir müddət sonra insan da belədir, güncəllənməyə ehtiyacı var və Ramazan ayı bunu təmin edir. Aydın. Bizim ənənəvi bir sualımız var. Bütün qonaqlarımıza demək olar ki, sonda ünvanlayırıq. Yəni, hər bir insanın ömründə xüsusi bir Ramazan mütləq bir şəkildə olur. Bir təsirli bir Ramazan olur. Sizin necə həyatınızda təsirli və yadda qalan Ramazan olubmu və ya olubsa nə formada olub? Əslində mövzu biraz insanın mənəvi dünyası ilə əlaqəli olduğu üçün insan öz mənəvi dünyasında çox hadisələr yaşayır və bu da insanla Allah arasında çox zamanlar olur. Belə bir halda keçmiş illərin Ramazan günlərinin birində gecənin bir aləmi idi. Mən mütaliə edirdim. Birdən bir ayə rastıma gəldi. Əslində o ayəni görmüşdüm, o ayəni oxumuşdum və bilirdim, eşitmişdim də. Amma o ayəni o sanki bir saatda, bir vaxtda mən mütaliə eləyəndə mənim üçün fərqli bir təsir bağışladı ayə və bu mənə çox təsir elədi. Ayə Zümər surəsinin 53-cü ayəsidir. Orada Allah deyir ki, denən, ey mənim özlərinə zülm etmiş bəndələrim, günahkarlara Allah müraciət edir. Özü də mənim bəndələrimdir. Baxmayaraq günahkardır. Allahın rəhmətindən ümidlərini kəsməsinlər. Lə təqnatu min rəhmətillah. İnnəlləhə yəğfiruz-zunubə cəmiən. Allah bütün günahları bağışlayar. Bütün günahları bağışlayar deyir. Bu ayə təəssüratı budur ki, deməli Allahın rəhməti onun ədalətinin üstünə keçir. Allahın rəhməti daha genişdir. Və bu təəssüratın nəticəsində mən də bir günahkar bəndə kimi Allahla münacat eləməyə başladım və həmin münacatı qələmə aldım. Bir neçə bənd, belə deyim, şeir forması əmələ gəldi. Mümkünsə deyərdiniz. Deyə də bilərik inşallah. Ey o Xaliq ki, yoxu var eləyib, yaradıbdır sevinci həm də qəmi. Gərək hacətləri ondan diləyib, deyəm ey Rəbb, əfv eylə məni. Qəlbimi sıxır günahın ləkəsi, kəsilib zil səsi var indi bəmi, anidən son bula nəfsin həvəsi, deyəm ey Rəbb, əfv eylə məni. Ey bizi bizdən daha yaxşı bilən, unudur bəndə görürsən ki səni, tövbəkar bəndənin günahın silən, deyəm ey Rəbb, əfv eylə məni. Yoxumdur başqa qapım dünyada, yalnızam, kimsəsizəm mən yəni. Çəkərək ahu vəğan, gələrək fəryadə, deyəm ey Rəbb, əfv eylə məni. Biz xəta əhlisənsə əta sahibisən, lütf elə at üstümüzdən bu şəri. Rəhman və Rəhim adına layiqsən, deyəm ey Rəbb, əfv eylə məni. Sonda gördüm belə bir qafiyəli bir məzmun alındı. Bu da mənim üçün yadda qalan bir hadisə idi. Yadda qalan bir saat idi. Belə də o ayə görünür ki, o ayə sizdə çox böyük təsir qoyur. Ayə məndə yenidən ayəni dərk, idrak eləmək və ayənin təsirini dərk eləmək ruhiyyəsi yaratdı sanki. Əlbəttə ayəni tam dərk eləmək mümkün deyil, amma təsiratı fərqli olur əvvəlkinə nisbətən. Aydındır.
Mən sizə təşəkkür edirəm vaxt ayırıb gəldiyiniz Çox üçün. sağ olun. Ümumiyyətlə mövzu boldur, yəni Ramazan mövzusu çox genişdir. Saatlarla danışmaq olar, amma vaxtı nəzərə almalıyıq və ona görə də sizə bir daha təşəkkür edirəm. Minnətdaram. Vaxt ayırdınız, gəldiniz və tamaşaçılarımıza çox gözəl nöqtələri izah etdiniz. Mən də sizə təşəkkürümü bildirirəm, sizə və kollektivinizə və bu mübarək günlər ərəfəsində bundan sonra da ictimaiyyətə faydalı olan bu kimi proqramların həyata keçirilməsində sizə müvəffəqiyyətlər arzu edirəm inşallah. Allah yolunuzu açıq eləsin. Var olun, sağ Təşəkkür, olun. çox sağ olun, çox sağ olun. Dəyərli tamaşaçılarımız, bugünkü verilişimiz də beləcə sona gəlib çatdı. Yenidən sabah axşam eyni məkanda, eyni zamanda görüşmək ümidi ilə deyirik. Sağ olun, Allaha əmanət olun.